Sabunçu bit bazarındayıq. Bu bazarda bitdən başqa hər şey var. Her şey var. Bit de var öyle. Bura niyə bit bazarı deyirlər? Pis baxıram o bit bazarı deyənə. Paytaxtın Sabunçu rayonundakı Sabunçu bit bazarı deyilən ərazidəyik. Bəli, bu bazar həftə sonları fəaliyyət göstərir. Köhnə məhsul, işləmiş məhsul və ikinci əl məhsul axtaranlar bu bazara gəlir. Bəli, bu bazarda demək olar ki, hər şey var. Dayı, nə satırsan? Mən zapsatlar satıram, anyonlar satıram. Qırdavat mallardır. Kimin nə ehtiyacı var gəlib alırlar. Dayı, bura niyə bit bazarı deyirlər? Hər bir şey xırdavat şeylər gətirirlər bazardır. Mən elə demirəm, pis baxıram o bit bazarı deyənə. Sovetin vaxtında Rus bazarı deyirdilər. Nə satırsan? Xırım-xırda, qab, qaşıq, paltar nə oldu? Orada xiyar turşusu da var. Bəli, özüm tutmuşam. Bəli. Elə tutursan, burada satırsan. Bəli, tuturam, satıram. Keçən həftə 2 balon satdım. Maşallah. 10 manatdan. Sabunçu bit bazarında çoxdan varsan, yoxsa? Bəli, 7 ildir. Bit bazarı xırım-xırda cigi-bigi çoxdur burada ona görə. Burada bitdən başqa hər şey var. Hər şey, toyuq, cücə, dovşan. İt bax, itə bax, itə bax. İt də var. İt də satırlar hətta belə. Bu nəlbəkilər deyəsən, lap keçmişin nəlbəkilərdir, hə? Çox qəşəngdir. Onlar 2 Madonna gedir. Bundan məndə 5 dənə idi. Satmışam, bir dənə bu qalıb. Sovetin külqabısıdır, xrustaldır, amma Sovetinkidir. Burada illər əvvəl, məsələn, təxminən 20-30 il əvvəl olan kasetlər var. Hansı ki, indi bunların istifadəsi biraz yoxdur demək olar ki, bax. İbrahim Tatlısəsin o vaxtki kaseti. Bazarda istədiyini tapa bilirsən. Çeşitlər çoxdur, bəli, tapmaq olar. Bu gün məsələn bazarda axtardığı nədir? Bu gün hələ demək olar baxmağa gəlmişik. Yəni belə bazara gəlirsiniz ki, maraqlı nəsə varsa alım hə? Bəli. Yəni konkret bir şey yoxdur da. Konkret fikirdə bir şey yoxdur. Gördün, xoşuma gəldi, aldın, getdin. Məsələn, bu gün bazarda nə gördün? Bax diqqətini çəkdi. Hələ ki gəlmişik deyə bunlara baxırıq, görək telefonlardan nə var, nə yox. Dayı bazara nə almağa gəlmisən? Termos. Termos. Tapdın deyəsən. Tapdım ha, aldım. İşləmişdi. Bəli. Neçə aldın bunu? 6 aldım. Yəni ki, düşündün ki, yaxşı termos burada olur. Yox, elə belə rast gəldi aldım. Arifə gəlmişdim. Maşın üçün zəriyyat aparatı alacaqdım, o da tapdım. Dayı, ümumiyyətlə bu bazarda istədiyini tapa bilirsən, yoxsa? İkinci əldir də. Mən Gəncədən gəlmişəm. Gəncədən gəldin ki, bit bazarına nəsə alasan, hə? Yox, bura qonaq gəlmişəm, prosta çıxdım hərrənməyə. Dedim bir bit bazarına dəymə. Nə axtarsın bazarda? Bir Sovet maşınım var. Ona karbüratör axtarıram. Dedilər burada. Düşünürsünüz ki, bu bazarda var? Gəlir də bura hər cürə zapças gəlir. Hər həftə çıxıram bazara. Lazım olan şeylərdən indi baxırıq da. Elə şeylər var ki, mağazada yoxdur, amma burada var. Məsələn, birindi. Məsəl üçün gəlirəm bax, elə açarlar var burada, maşın üçün zapçaslar olur, tapırıq, alırıq. Lazımı şeylər tapılır yəni. Köhnə məhsullar da belə deyil. Bəli, ikinci əldir, amma bax